2025-in son günləri axır ki özümüzü yarmarkaya çatdırdıq. Nə az nə çoxdur 8 stendi sınadıq. İlk Crunch Burgerin 4-lü mini burgerini yoxladıq. Uşaqlar çox bəyəndi. Yeyilməsi də çox rahat idi. Onunla üzbəüz hər il sevərək yaxınlaşdığımız Çokolavaya getdik. Menyu yeni əlavə olunan moroqlu meyvəli şirniyyat sevənlər üçün əla seçim idi. İçərisi dop-dolu idi. Van Staple ayrı ləzzətli idi. Dubai şokoladlı desertini də daddıq. Ləzzət deyirəm sizə, şirniyyat sevərlər hər birini mütləq yoxlamalısınız. Yarmarkanın olmazsa olmazı, balıq ekməkdən yan keçmək olmaz. Xırçıltılı çörək, soğan, nar, limon suyu, nar şərab və balıq birləşəndə necə dadsız ola bilər? Hər birinin qiymətini qeyd edəcəyim. Toyuq çubuqları stendinin ilk dəfə idi yaxınlaşırdıq. İçərisində 6 ədəd toyuq çubuğu və sozu var. Dadlı və doyumlu idi. Sınaqdan uğurla çıxdı. Bu soyuqda çox vacibmiş kimi uşaqlar mochi də istədilər. Ən sevdiyim bubblegum olanıdır. Uşaqlar bananını da bəyəndilər. Kumpiri də sınamaq istədik. Bişmiş kartofun içinə istədiyiniz turşular, salatlar və digər ingrediyentlər yığılır. Ləzzətlə yeyirsiniz. Və sıra gəldi ən dadlı olan Magnolia stendinin. Bu il özünə məxsus hazırladığı Belmio desertinə. Üzərində partlayan şəkər, bolca Nutella, içərisində keks və krem. Dadını indi siz təsəvvür edin. Nutella varsa necə dadsız ola bilər? Bu desert üçün bura yenə gələcəyim. Ən sevdiyim corn dog stendi. Buranın corn dogları dəhşət ləzzətlidir. Keyfiyyətli sosisdən hazırlanır. İçərisi pendirli, üstü xırçıltılı. Üzərinə pendir sosu, mayonez və ketçup vurulur. Pendirin necə gözəl uzandığını sizə ötürə bildim. Çox ləzzətli olduğunu isə sizə necə ötürüm, amma onu bilmirəm. Son olaraq sviçelnik stendindən trizelnik tatdıq. Xüsusi mayalı xəmirdən hazırlanır. Üzərini istəyə görə püstəli, darçınlı, qozlu və kakos qırıntıları ilə hazırlayırlar. Biz püstəli istədik. İçərisinə Nutella çəkilir. Hər birinin dadı əla idi. Yarmarka bitməmiş yaxınlaşmağınız məsləhətdir.